Ermənistan mallarının ixracına yaradılan əngəllərlə bağlı problem tezliklə həll edilməsə, Avrasiya İqtisadi İttifaqı dağıla bilər. Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. Baş nazir bildirib ki, yaranmış vəziyyət təkcə Ermənistanın deyil, bütövlükdə ittifaqın problemidir. Hazırda təşkilat iflic vəziyyətdədir, normal işləmir. Əgər məsələ tezliklə həllini tapmasa, bu Avrasiya İqtisadi İttifaqının sonunun başlanğıcı olacaq. Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına toxunan Paşinyan qeyd edib ki, Ermənistanın özünə başqa yollar və tərəfdaşlar axtarmaq üçün tam qanuni haqqı var. O, bu barədə Rusiya liderinə də məlumat verdiyini vurğulayıb. Ermənistanın alternativsiz qalması dövrü artıq geridə qalıb. Bütün məsələlərdə hər zaman başqa alternativlərimiz olmalıdır. Hökumət rəhbəri ölkəsinin Avropa İttifaqına üzvlük yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı keçirilə biləcək referendumdan da danışıb. O qeyd edib ki, belə bir səsvermə keçirməzdən əvvəl Ermənistan ən azı rəsmi şəkildə Avropa İttifaqına üzv olmaq üçün müraciət etməlidir. Bununla yanaşı Nikol Paşinyan ölkəsindəki parlament seçkilərindən sonra Rusiya prezidenti Vladimir Putinlə ilk telefon danışığının uğurlu alındığını bəyan edib. Digər tərəfdən Ermənistan baş naziri Putinin telefon danışığı zamanı onu son parlament seçkilərindəki qələbəsi münasibəti ilə təbrik etməməsinə də münasibət bildirib. Jurnalistlərin suallarını cavablandıran hökumət başçısı bu addımı kinayə ilə qarşılayıb. İstəmədi, təbrik etmədi. Amma onda belə bir sual ortaya çıxır. Bəs o, telefon söhbəti zamanı kiminlə danışırdı? Paşinyan vurğulayıb. Ermənistan baş naziri Rusiya liderinin təbrik etməməsinin onun üçün nə qədər önəmli olub-olmaması ilə bağlı suala isə cavab verməyib. Paşinyan Rusiyanın İrəvandan ya ancaq onunla tərəfdaş olmağı, ya da əlaqələri kəsməyi tələb etdiyini bildirib. O, Ermənistanın yalnız bir mərkəzdən asılı qalmaq istəmədiyini və iqtisadi-siyasi müstəvidə, o cümlədən Qərb ölkələri ilə yeni tərəfdaşlıq axtarışında olduqlarını vurğulayıb. Mövzu ilə bağlı Rusiya prezidenti Vladimir Putinin mövqeyi isə tamamilə fərqlidir. Kreml rəhbəri bəyan edib ki, Ermənistan həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqı bazarında eyni vaxtda yer ala bilməz. Çünki bu iki qurumun daxili tənzimləmələri bir-birinə ziddir. Putin rəsmi İrəvandan xarici siyasi kursunu qəti şəkildə dəqiqləşdirməyi tələb edir. O, ölkənin Avropa İttifaqına üzvlüklə bağlı referendumu mümkün qədər tez keçirməli olduğunu vurğulayıb. Moskva həmçinin xəbərdarlığı edib ki, İrəvanın qərbə yönəlməsi Ermənistanın Avrasiya İqtisadi İttifaqı daxilindəki bütün iqtisadi üstünlüklərini, o cümlədən ucuz Rusiya qazı və daxili bazar güzəştlərini itirməsi ilə nəticələnəcək. Paşinyanın seçki qələbəsinin rəsmi şəkildə təbrik edilməməsi və Rusiya mediasında bu seçkilərin legitimliyinin şübhə altına alınması isə iki ölkə arasındakı siyasi gərginliyin ən bariz göstəricisi hesab olunur.